Quba İstirahət, İdman, Təlim və Tədris kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclər evlərinin rəhbər və əməkdaşları, həmçinin Olimpiya İdman komplekslərinin rəhbərləri üçün menecer səriştələrinin inkişafı mövzusunda təlim düşərgə keçirilib. 5 gün davam edən proqramda ölkənin müxtəlif bölgələrindən 100-dən çox nümayəndə iştirak edib. Düşərgə müasir rəhbərin əsas səriştələrini əhatə edən strateji düşüncə, komanda idarə etməsi, büdcə planlaması, xidmət yönlü fəaliyyət və maraqlı tərəflərlə effektiv əməkdaşlıq istiqamətləri üzrə təşkil olunub. Təlimdə iştirakçılar real hadisələr əsasında hazırlanmış кейs nümunələri, praktiki tapşırıqlar, oyun modelləri və komanda fəaliyyətləri vasitəsilə qərar vermə, məsuliyyət və nəticəyönümlü idarə etmə bacarıqlarını praktik mühitdə tətbiq ediblər. Refleksiya sessiyaları ilə öyrənilən yanaşmaların sistemləşdirilməsinə və fərdi inkişaf planlarının formalaşdırılmasına şərait yaradıb. Düşərgənin sonunda iştirakçılar tərəfindən hazırlanmış təqdimatlar və кейs müdafiələri təqdim olunub. Qiymətləndirmə mərhələsi keçirilib və proqramı uğurla tamamlayan rəhbərlərə müvafiq sertifikatlar verilib.